Depressiyası olan insanlar necə olurlar? Onlar saatlarla öz otaqlarından çıxmaq istəmirlər və heç kimlə danışmaq istəmirlər, çünki enerjiləri onsuz da tükənmiş olur və bir insanla söhbət eləmək onların enerjisini daha da itirməklərinə səbəb olur. Ona görə onlar heç kimlə danışmaq istəmirlər. Daha çox qulaqçığı taxıb insanların səsini belə duymaq istəmirlər. Bu insanların yuxusu pozulmuş olur həqiqətən. Gecə yuxusu pozulmuş olur. Yəni gündüz biraz yata bilərlər. O da ki, çox oyaq, yəni çox həssas yatırlar və onları kiçicik bir səs oyadır və yenidən yata bilmirlər. Özlərinə rahatçılıq tapıb yata bilmirlər və yatanda da keyfiyyətli yuxu olmur, yəni o yuxudan özlərinə enerji toplaya bilmirlər. Bədən öz yuxuya tələbatını ödəyə bilmir. Beyin ancaq oyaq olur, bütün günü düşünürlər, amma təklikdə düşünməyə meyilli olurlar və insanlardan uzaqlaşmaq istəyirlər.